Deməli tələbələr, bu günlər nə izah eləyəcəm? Word-ün içində insert tabını izah eləyəcəyik. Buna görə girik Word-ün içinə. Aha. Insert tabı nə üçündür? Insert tabı nə isə də əlavə eləmək üçündür. Əlavə eləmək istədiyim hər şey bu tabda olacaq. Bu tabdakı birinci gəlin qruplara baxağın. Adlarını əzbər bilməlisiniz, hansılardır? Soruşulsa ki, page qrupu hardadır? Tezcə deyəcəksən insert tabındadır. Page qrupu, table qrupu, illustration, add-ins, media, links, comment, header, footer, text və simvol qruplarından ibarət olur. Yadınızda saxlayın ki, bu tabın içində yeganə bir tabdır ki, bunun içində dialoq pəncərəsi yoxdur. Dialoq pəncərəsini harda öyrənmişdik? Keçən səfər məsələn Home-un içində clipboard-da vardı, fondda vardı. Yalnız editingin içində dialoq pəncərəsi yox idi. Insertin içində birinci qrupamıza baxırıq. Page qrupasının içində nələr var? Page qrupasının içində 3 dənə əmr var. Hansı ki birincisi cover page adlandırılır. Cover page nədir? Yəni ki, üzərinə basıram. Mən istəyirəm ki, birinci səhifəmin özünə məxsus bir örtüyü olsun. Məsəl üçün, belə bir örtü üzərində yazılsın və ondan sonraki səhifələrin başlasın, ağ şəkillərdə düşsün. Elə bil ki, güya ki, siz kitab yazacaqsınız. Kitabın birinci səhifəsi biraz bərli bəzəkli olsun. Sonra, blank page nədir? Blank page o deməkdir ki, cari səhifədən sonraya yeni bir səhifə yaratsın. Basıram, görürsünüz nə oldu? Yeni bir səhifə yarandı. Hadi bu örtüyüdən gərək çıxardım. Gözləyin, bu örtük də xoşumuza gəlmədi. Aha, deməli, blank page nə vardı? Cari səhifədən sonraya yeni bir boş səhifə yaradır. Neçə dəfə vursanız, o qədər səhifələrimiz olacaqdır, görürsünüz. Sonra, burada nə var? Page break var. Page break nə üçündür? Məsəl üçün, mən buraya deyək ki, yazıram. Biraz qoyun, böyüdüm ekranımı. Yazmışam Elmira Məmmədova. Elmira Məmmədova yazdım və birdən yadıma düşdü ki, ayda mən Elmira sözünü birinci səhifədə yazmalıydım. Məmmədova bundan sonra gələn səhifənin başlığında olmalıydı. Yəni, bu səhifədəki bu sözü kursorum dayandığı yerdən qırıb digər səhifəyə yazmaq üçün götürürəm, page break-i basıram. Bastım, kursorum dayandığı yerdən qırılacaq səhifəm. Nə oldu? Gördünüz, burada Elmira sözü yarandı və digər səhifəyə Məmmədova sözü düşdü. Və page break-in də kombinasiya düyməsi Ctrl-Enter-dir. Ctrl-Enter basan kimi page break əmri olur. Məsəl üçün, Məmmədova sözündən M-ların arasında gəlib Ctrl-Enter basıram. Gördünüz, nə oldu? Page break əmri yerinə yetirildi. Keçirik burada, indi qoy digər səhifəyə keçid eləyəyin. Digər səhifəyə keçid eləməyində nə idi? Black page basırsan, digər səhifəyə keçid eləyir. Aha, burada gəlir table qrupasına. Table qrupasının içində bir dənə əmr var. Table əmridir. Cədvəl çəkmək, cədvəl yaratmaq üçündür. İçərisinə isə basanda indi burada sizə şablon olaraqdan necə istəyirsinizsə də elə bir cədvəl yaratmağınızı burada sizə göstərir. Yadınızda saxlayın ki, şablon olaraqdan yaratdığınız cədvəl maksimum 80 dənə içində sətir və sütundan ibarət ola bilər. Beldən bassanız, maksimum deməli 80 dənə sətir və sütundan ibarət olur. Və yaxud da ki, mən istəyirəm ki, əlimlə cədvəl və yaxud da ki, süturları yerinə yazım. Məsəl üçün, deyim ki, burada 3 dənə nəyim olsun? Sütunum olsun. 2 dənə də, 2 dənə olmasın, biraz çox olsun. 8 dənə də sətrim olsun. Ok basıram, yaradır. Gördünüz, 8 dənə sətr oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8. 3 dənə də sütunum oldu. Və buradan onu yadınızda saxlayın ki, əgər ki siz əlinizlə hər hansısa da bir cədvəl yaradırsınızsa da, artıq burada maksimum 63 dənə sütun olur. Amma 32.767 dənə sətr ola bilər. Məsəl üçün, mən götürsəm bura 32.769 yazmaq istəsəm, ok vursam görün nə deyəcək? Deyəcək ki, ay bala, birdən yalnız və yalnız 32.767-yə qədər nə yarada bilərsən? Sətr yarada bilərsən. Məsəl üçün, sütunu götürüb 63 yox, 65 yazsam, ok bassam, yenə mənə bildirişi verəcəkdir ki, maksimum 63 dənə sütun yarada bilərsən. Buradan belə. Və yadınızda saxlayın ki, cədvəl yaradan kimi insertdə 2 dənə əlavə tab açılır. Hansı tabdır?
Table design tabıdır və layout tabıdır. Dizaynla layout. Dizaynda nə qarırsan? Heç nə yaratdığın bu cədvələ dizaynlar verə bilərsən. Həm rəngini dəyişərsən hər cədvəlin içinin, yəni həmin cədvəli belə qəribə şeylər eləyə bilərsən. Yəni dizaynlar verə bilirsən. Məsəl üçün qoy belə olsun. Sonra nə edə bilərsən? Cədvəlimə sərhədlər qoya bilərəm və yaxud da cədvəlimi rəngləyə bilərəm. Cədvəlin böyrlərinin qalınlıqlarını dəyişdirə bilərəm. Deməli, table design sadəcə dizayn rolunu oynayır. Amma layoutun içində bilməmiz gerəkən bir neçə şeylər var. Burada nə var? Select var. Select nə deməkdir? Yəni ki, cədvəli seçmək deməkdir. Götürəm, basıram. Nəyi deyil seç? Nə bilim, cədvəlin xanasını seç, sütununu seç, sətrini seç və yaxud da ki, ümumiyyətcə cədvəlin özünü seç. Sonra grid line var, tor xətləri. Yəni tor xətlərimi göstərim, gizlədim. Qoy biləcəniz böyüdüm. Və görürsünüz burada bidamcı nöqtələr var. Bunlar tor xətlərdir. Bilmirəm nə işə yarayır, kim nə üçün istifadə edir, amma yadınızda saxlayın ki, tor xətlərini gizlədib göstərmək üçündür. Sonra proporsiyalar bölməsi var ki, yəni cədvəlimin içində nə qədər sətr var, sütun var, onun içində nələr var, nəysə xüsusiyyətlərini göstərir. Sonra gəlib burada draw bölməsi var. Draw table, yəni nə qədər deyir? Yeni bir cədvəl quraşdır deyir və yaxud da ki, erase poz deməkdir. Yəni bu hissəni deyirəm ki, pozum. Yəni gördünüz nə qədər sətirləri pozdum, yalnızca sütun qaldı. Və yaxud da ki, ümumiyyətcə istəyirəm ki, bunun hamısını pozum. İstəyirəm buranı da pozum. Nəsə belə qalsın. Və yaxud da ki, çəkmək istəyirəmsə də qələmi götürürəm, əlimdən çəkirəm. Nəsə indi çəkəmirəm. Özünüz çəkərsiniz. Sonra delete var. Delete bölməsində yadınızda saxlayın ki, cədvəlin xanasını, sel xana deməkdir. Xanasını silə bilərəm. İstənilən xananı get, sil. Sonra cədvəlin sütununu silə bilərəm. Cədvəlin sətrini silə bilərəm. Ümumiyyətlə cədvəlin hamısını silə bilərəm. Sildim, yaxşı elədim. İndi bir dənə cədvəl yaradım, davam edək. Sonra layout bölməsində burada nə var? Insert above var. Insert above-a basanda görək nə qarır. Nə elədi? Gördüyünüz kimi yeni bir sətir əlavə elədi. Özdə hara? Bax, məsəl üçün, burada dayanmışam elə. Qoyun, bunu necə sizə gözə görünən eləyim. Qoy bunların içini dolduraq. Buranı da belə ağlımıza gələn. Nəysə, mən buradayam deyək ki. Buradan sonraya insert above vuranda nə qarır? Cari olduğumun üzərinə hər dəfən sətri əlavə eləyir. Insert below olsa amma cari dayandığımın altına sətr əlavə eləyəcəkdir. Bu da belə. Insert left nə qaracaqdır? Cari dayandığımın sol tərəfinə, amma right cari dayandığım sütunun və yaxud da ki, sətrin sağ tərəfinə cədvəli əlavə eləyəcəkdir. İstəsəz cədvəl seçərsiniz, istəsəz sətr seçərsiniz və s. və s. Nəysə, indi sizin buradan bilməniz olan buradakı əmrlərdir. Ayda, hələ getdim. Nəysə, əmrin birinə bilmədən bastım. Deyən ki, mən burada merge cells əmrini niyə qeyri-aktivdir, niyə boz rəngdədir, onu izah edeyim. Merge cells əmri ona görə boz rəngdədir ki, siz bu əmr vasitəsindən hər hansısa da seçdiyiniz xanaları birləşdirə bilərsiniz. Zaten ki, üzərində görürsünüz göstəribdir ki, birləşdirdim, upuzun oldu. Məsəl üçün, mən hal-hazırda xana seçməmişəm deyə ona görə bozdur. Deyək ki, mən deyirəm ki, buradakı bu 3 dənə xanam birləşsin, bir dənə xana şəklinə olsun. Üzərinə basanda gördünüz, birləşdi, bir xana şəklinə düşdü. Ancaq split cells o deməkdir ki, məsəl üçün, gələm buradan bir dənə xana seçirəm. Deyirəm ki, bu xanamın içərisi belə-belə bölünsün. Bu xanamın da içində bir 5-6 dənə əlavə xanalar yaransın. Gələm, basıram. Burada sadə deyir ki, həmin xananın içində nə qədər sütun olsun. Mən deyirəm, 6 dənə sütun olsun. Nə bilim, 3 dənə də sətr olsun. Ok basıram. Gördün, nə qardır? Həmin bu hissəmdəki xanamın içərisinə 6 dənə sətr, 3 dənə də sütun əlavə elədi. Deyəsən, yerini səhv dedim, tərs dedim. Nəysə, 3 sütun 6 sətrimi yaratdılar. Hə. Bunlar da niyə belə oldu? Çünki bunun içərisi böyüyür axı. Bunun içərisi böyüyəndə yerdə qalan qıraqdakıların da ölçüsü dəyişir. O heç, onu zaten soruşmayacaqlar. Sonra split table var. Split table əmri, mən bayaqlarım əlim buna dəymişdi. Sizin hal-hazırda olduğunuz cədvəli bölür. Məsəl üçün, mən deyirəm ki, buradayım, istəyirəm ki, bu cədvəl bölünsün 2 yerə. Buradan bu hissəsi başqa olsun, buradan bu hissəsi başqa olsun. Şimdi gələm split table'a basıram, gördünüz cədvəl 2 yerə bölündü. Bu da belə. Sonra layoutun içində nələr var? Buranı bilməyə ehtiyac yoxdur. Cədvəlimizin sətrini, sütunun hündürlüklərini, enini təyin eləyə bilir. Ən əsas sizdən soruşulacaqdır. Burada nə?
alignment qrupbasının içərisindəki text direction əmri. Bax, bu sonradan yaranan tabın içində deyə bu əmri çox vaxtı tələbələr gözündən yayındırırlar. Xahiş edirəm, yadınıza saxlayın. A hərfi burada dayanır və oxlar şəklində göstərilibdir. Bu nə üçündür? Mənim cədvəlimin içinə yazdığım yazını düzləndirir. Məsəl üçün, sağdan düzləndirsin, soldan, yuxarıdan, aşağıdan yazsın. Deməli, buradakı bu əmr nə üçündür? Yazdığım cədvəlin içərisindəki mətnin istiqamətini düzləndirir, döndürür. Aha, bunlarda və yaxud da ki, yandakı əmrlər vasitəsindən də beldən seçim eləmək olar ki, mən hardan necə yazmaq istəyirəm. Sonra, burada cells margins var. Cells margins nə deməkdir? Kənar boşluqları təyin eləmək deməkdir. Yəni, cədvəlimin içində bu söz kənardan sağdan 2 santim, yuxarıdan 5 santim, o yanda bu yanda boşluqlar olsun. Sort əmri. Sort əmrini başqa harda görmüşdük? Home'un içərisində, paragrafda yenidən sort əmrini görmüşdük. Nə eləyirdi? A-dan Z-yə və yaxud da ki, Z-dən A-ya qədər düzləndirmə eləyir. Əlifba sırasına görə düzləndirmə üçündür. Deməli, eynisi harda var? Əlavə açılan layout tabının içərisindəki data qrupbasında var. Bir də onu yaxşı yadıma düşdü. Layout qrupbası yadınızda saxlayın ki, həm əsas tabdır, həm də əlavə tabdır. Əsas tab olaraq da normalda zaten ki, biz Word-ün içərisinə girəndə, bax, burada layoutu görürəm. Amma əlavə tab olduğunu hardan biləcəm? Variantlarda yazılıbdır ki, sən cədvəllərlə işləyən zaman yaranıbdır bu tab. Cədvəllə işləyən zaman yaranmış layout tabı əlavə tabdır. Sonra, burada nə var? Repeat header rows var. Yəni, bu o deməkdir ki, hər bir sətrim təkrarlansın, digər səhifələrdə təkrarlansın. Məsəl üçün, deyəcəm ki, burada gördüyümüz bu sətir digər səhifənin də başlığında olsun. Nə bilim, o birisi səhifənin düz kitabın qutarına qədər. Sonra, burada nə var? Yadınızda saxlayın ki, sizə sual veriləcəkdir. Convert to text əmri hardadır? Deyəsiniz ki, sonradan açılan əlavə olan layout tabının içərisindəki data qrupbasındadır. Nə işə yarayır? Mənim seçdiyim cədvəlin içərisindəki məlumatları mətnə döndərir. Bax, üzərinə bastım, ok vururam, nə vardı? Cədvəlimin içərisindəki məlumatları mətnə döndərdi. Ancaq bunun digər bir əmri var ki, bax, bayaq ki, qoy bir dənə göstərim, hansı əmri idi, gözünüz yaxşı görsün. Bayaq ki, əmrin adı convert to textdir. Bir də buna oxşar başqa bir əmr var ki, o da insertin içində, table'ın içində, qoy görüm hanı burada, convert text to table'dır. Bu əmr isə bizə mətn şəklində yazdığım bütün o ifadələri cədvələ çevirir. Yəni, məsəl üçün, gəlin bir dənə buradan izah edeyim. Məsələn, burada deyirəm ki, yazmışam ad, ulduz qoyuram, soyad, bir dənə də ulduz qoyuram, tarix, aşağıya düşürəm, ad yerinə məsəl üçün Elmira, ulduz qoyuram, 2 dənə ulduz qoyacağım. İndi izah edəcəm niyə 2 ulduz və yaxud da ki, təkcə ulduz qoymuşam. Ulduzun yerinə istənilən simvol qoya bilərsiniz, narahat olmayın. Tarixə də məsəl üçün yazağın ayın 26-sı, 3-cü ay, 2003-cü il. Sonra enter basıram, məsəl üçün buradan yazıram Nərmin, ulduz qoyuram, məsəl üçün soyadına, bilmirəm Nərminin soyadı nədir, ulduz qoyuram, tarixə də yazıram ki, bugünkü tarixi. Ayın 19-u, 11-ci ay, 2025. Bunu belə yazdım, elə. Gəlirəm buranı seçirəm. Buradan, görürsünüz, əgər mən bu mətni seçməsəydim nə idi? Mənim həmin əmrim deaktiv idi. Bunu aktiv eləmək üçün mütləqdir ki, mən mətnini seçim. Seçdim, gəldim buraya, basıram. Deyir ki, nağar hansı, neçinə sütuna bölünsün, neçinə sətrə bölünsün bu yazdığın yazılar. Və hansı işarələr sayəsində mən həmin sətirlərimi, sütunlarımı bölüm. Mən də deyirəm ki, mən özümdən işarə çıxarmışam ki, məsəl üçün, ulduz, harada ulduz görürsənsə, oradan cədvəllərim ayrılsın. Və onu yadınızda saxlayın ki, 2 dənə ulduz əgər yanaşı və yaxud da ki, 2 dənə eyni simvol yanaşı gəlibsə də, həmin hissə boşluq olaraqdan götürüləcəkdir. Məsələn, siz bura simvol olaraqdan slash da qoya bilərdiniz, nə bilim, bərabərdir işarəsi, kefin nə istəyirsə, mənim kefim ulduz istədi. Oka basanda görün nə vardı? Harada ulduzlar qoyulmuşsa da həmin yerdən artıq başladı cədvəl çəkməyə. Və mən soyadın altına varmışdım, 2 dənə ulduz qoymuşdum. Deməli, soyad hissəsi boş qalacaqdı. 2 eyni simvol
boşluq olmasını bildirir və suallarda qəbula da bu düşmüşdü. Deyilmişdi ki, hansı sətrin neçənci sütunu boş mu qalıb, nə mi qalıbdı? İndi sualları işləyəndə özünüz görəcəksiniz. Deməli, nağardıq nəyi izah edirdik? Insertin içindəki convert text to table əmri adından görünür tekstimizi, yəni mətnimizi cədvələ çevirəyin deyir. Amma yox, əlavə açan layout tabının içərisindəki data qrupbasındakı convert to text əmri isə mənim indi bax burada yazdığım cədvəlimi nağaracaqdır, mətnə çevirəcəkdir. Bu da belə oldu getdi. Bir dənə Ctrl Z basım. Deməli, nəyi izah elədik? Ulduzun yerinə məsələn slash da qoya bilərdiniz. Hər hansısa burada görəcəksiniz də fərqləndirilən bir simvol olacaqdır. Əgər bu fərqlənmiş simvoldan 2 dənə olsa, bu o deməkdir ki, həmin sütunumun altı artıq boş qalacaqdır. Yəni, mən Elmiranın artıq mən soyadını bilmirəm deyə 2 dənə boşluq qoymuşam. Bu da belə. Sonra insert tabının içində qoy görək table'dan başqa nəyi izah eləməliyik? Başqa da heç nə. Formula var. Formulada bilirsiniz ki, riyazi düsturlar və s. yaratmaq üçündür. Dizaynı bildik, layoutu bildik. Gəlir indi insertin içindəki digər qrupbaya. Digər qrupbamızın adı nədir? Illustration qrupbasıdır. Illustration qrupbasının içərisində nələr var? Picture əmri var. Picture əmri nə edir? Altına basanda this device bölməsi var ki, yəni mənim hal-hazırki kompüterimin içərisindən get yüklədiyin bir şəkili seç. Gələcəkdir, bunun içərisində şəkillər çıxacaqdır. Sonra stock image var. Buna basanda bu o deməkdir ki, mənim Word proqramımın daxilində olan şəkillərdən gəlim seçim. Bu şablon olaraqdan Word proqramı özü verir və yaxud da ki, gəlib mən onlayn bir şəkildə şəbəkəyə qoşulmuşamsa, gəlib internetdən şəkil tapıb yerləşdirə bilərəm. Yadınızda saxlayın ki, hər hansısa da bir şəkili yerləşdirsək əgər, deyək ki, bunu yerləşdirəyin. Nəysə, şəkili yerləşdirəndə nə tabı açılır, əlavə olaraq da picture format açılır. Bunun içində heç nə şəkilləri formatlaşdırırsan, bunların için tam bilməyə ehtiyac yoxdur. Zaten bizə nəncə sual düşür ki, insertdən şəkil əlavə eləsəm, hansı əlavə tab açılır, deyin ki, picture format açılır. Sonra, burada shapes bölməsi var. Shapes bölməsi belə şəkil şükürlər yerləşdirmək üçündür, fiqurlar qoymaq üçündür. Sonra, ikon bölməsi var. İkonlar çox qəşəng şeylərdir. Yəni, məsəl üçün, götürəyin, alma qoyağın, bura gəlib düşür mənim alma ikonum və s. Qoy görüm, ikonların içində başqa nəsə izah eləməyə ehtiyac varmı? Yox, ikonların içində heç nə, belə şeylər olur. Girirsiniz, kefin nə istəyirsə də onu yazırsan. Sonra 3D modellər var ki, 3D modellərim əgər ki, mənim kompüterimdə 3D şəkil varsa, onu yerləşdirir. Amma yoxdursa da gələm, axtarıram. Mənim yenə Word proqramım özündən 3D model şeyləri salıbdır. Məsəl üçün, deyək ki, girəcəm burada heyvanların içindən 3D olaraq da nəyi götürüm? Skelet götürəyin. Insertə basırsınız. Səhifəmə indi 10 ildən sonra 3D şəkil olan skelet şəklini yerləşdirəcəkdir. Neysə, bu gələnə qədər digərlərini gəldi. Nə tez gəldi? Burada görürsünüz, 3D modeldə olan hər bir şeyi həm hərəkət elətdirə bilərsən, döndərə bilərsən. 3D şəkildədir. Bax, istəyirsən belə elə, belə skeletin dalını gör, ayağının altını gör, başının içini gör. Nəyə görürsən gör. Bu da belə. Və yaxud da ki, həmin modelin belədən də şablon olaraqdan sağ şeylərini verir. Və yadınızda saxlayın ki, 3D modeli basan kimi nə açıldı? Elə həmin adlı əlavə tab 3D model tabı açılır. Bu da belə. Sonra, insertin içində nə var? Smart Art var. Smart Art eləcə yadınızda saxlayın ki, cədvələ bənzər qrafiklər yerləşdirmək üçündür. Smart Art şeysi. Yəni, diaqramlar daha doğrusu. Diaqramlar yerləşdirmək üçün nə belə diaqram yerləşdir, nə beləsini yerləşdir, kefin nə istəyirsə də onu yerləşdir və içini götür, doldur. Mən burada nə istəyirsənsə də qoy. Nəysə, qoy yeni bir dənə səhifə açağın. Bu səhifə xoşuma gəlmədi. Aha, davam edirik. Insertin içində nə var? Chart əmri var. Chart əmrinə həm də chart əmri nə üçündür? Hər hansısa da bir Excel-dən cədvəllər yerləşdirmək üçündür. OLE texnologiyasına əsaslanır. Heç nə gələm buradan belə bir diaqram cədvəl yerləşdirmək istəyirəmsə də oka basacağam. OLE texnologiyası vasitəsindən nə vardı? Gəldi, mənim Excel proqramımı açdı. Birazdan bu OLE-ni də izah eləyəcəm. Sonra
Burada nə var? Screenshot var. Cari pəncərəmdən və yaxud da ki, hər hansısa da bir yerdən ekranın şəklini çəkirəm, gətirəm, yapışdıram yerinə. Sonra add-ins qrupbası var. Add-ins qrupbası nə üçündür? Heç nə. Sizin ofis proqramınızın içərisini təkmilləşdirir. Yəni əlavə şeylər yerləşdirməyiniz üçündür. Məsəl üçün əlavə nə yerləşdirə bilərsiniz? Məsələn, Wikipediyanı yerləşdirə bilərsiniz. Wikipediyanın içində özü də buradan veribdir. Gəlsən buradan nə Wikipediyadan search edirsən, nə ağarırsan. Yəni əlavə istinadlar və s. yerləşdirmək üçün bundan çox da böyük bir suallar düşmür. Media qrupbası var ki, media qrupbasından onlayn video əlavə edə bilərsən. Yəni məsəl üçün gedin YouTube-dan hər hansı da bir videonun linkini kopyalayın. Deyən ki, Sahtekarlar Kinosunun bir videosunu götürübsünüz, linkini kopyalayıbsınız, gəlib buraya yerləşdirirsiniz. Sonra insertə basanda həmin video birbaşa bura onlayn şəkildə düşəcəkdir. Sonra bunun içində link qrupbası var. Link qrupbasının içində 3 dənə əmr var. 3 əmrdən biri link əmridir. Link əmri nə var? Məsəl üçün belə bir şey yazmışam. Bura keçid et. Bura keçid et sözünü yazmışam və bunu götürürəm. Linkin üzərinə basıram. Basanda mən istəyirəm ki, bura keçid et sözünün üzərinə mausumu gətirib tıklayanda keçid eləmək istədiyim şeyin içi açılsın. Məsəl üçün gəlirəm buradan linkə bastım. Deyir ki, bura keçid edə basanda nə açılsın? Heç nə. Gəlirəm, deyirəm ki, məsəl üçün ingiliscə sınaq PDF-im açılsın. Ya da ki, hər hansısa da bir YouTube videosu açılsın. Nə açılsın? İndi onu özün gələrsən, seçərsən. YouTube videosu açılmasını istəyirsənsə, buraya YouTube'un linkini, adresini yazacaqsan. Məsəl üçün, mən istəyirəm ki, bura keçid edə tıklayanda gəlsin ingiliscə sınaq bir PDF-ini açsın. Oka basıram, gəlirəm. Gördünüz nə vardı? Link şəklinə salındı. Və bunun üzərinə normalda beldən gəlib basa bilmirəm kursorumdan. Niyə? Çünki bu linkin üzərinə basmaq üçün yadınızda saxlayın ki, kontrolla mausun düyməsini tıklamalısınız. İndi əlimin altını buraya siz görmüşsünüz, mən görürəm. Kontrol düyməsini bastım və mausumun sağ klikindən klikləyirəm. Deyir ki, girmək istəyirsəm, deyirəm ki, hə deyirəm. Və gəldi, gördünüz, nə vardı? İngilis dilinin sınaq PDF-i açıldı. Deməli, nə eləyir? Burada insertin içindəki link qrupbasındakı link yazılmış yazını link halına çevirir və linkə girmək üçün kontrolundan klik eləməyimiz bəs eləyir. Sonra burada bookmark düyməsi var. Bu nədir? Məsəl üçün, sən güya ki, Elxan Elatlının bu dəqiqə Word üzərindən kitabını oxuyursan, 5-ci səhifədəsən. Sənədivi bağlayıbsan, gedibsən. Sabahlarım yadından çıxdı, hansı səhifədəydin. Heç nə, ora bir dənə elə bil ki, əlfəzin yerləşdirirsən də, işarə yerləşdirirsən ki, gələn səfər 5-ci səhifəyə qayıda bilim. Məsəl üçün, 5-ci səhifəyə də qayıtmaq üçün bookmarkdan buradan gəlirəm, ağlıma gələn bir şey yazıram. Deyirəm ki, həmin şeyi yazanda 5-ci səhifəmə gəlsin. Məsəl üçün, Elmira. Deyirəm, hər dəfə Elmirəyə bassam əgər, gəlsin 5-ci səhifəmi, yəni cari səhifəmi açsın. Elmirəni yazdım mı? Gələm indi sənədimə girirəm. Burada Elmirə sözünü yazacağım, üzərinə tıklayacağım, go to eləyəcəm. Gələcək, hansı səhifəmi etsə də həmin səhifəni açacaqdır. İndi bizdə çox səhifə yoxdur. Məsəl üçün, qoy bir dənə buradan izah edeyim. Güya ki, bu səhifədəyəm. Bookmark əmrinə basıram. Elmirə olana go to eləyirəm, gəlin ağarır, bayaq ki, skelet olan səhifəyə. Çünki bayaqlam skelet olan səhifədə əlfəcin qoymuşdum. Əlfəcinim nə idi? Elmirə idi. Bunu dəyişdirib, nə bilim, 1 qoyarsan, 2 qoyarsan, ürəyin istəyən simvolu qoyarsan, yadıva düşən nəsə. Close vuruq. Başqa. Cross reference var. Cross reference nə ağarır? Bu səhifədən digər səhifəyə keçid eləmək üçündür. Heç nə, bir yerdən digərinə keçid eləmək üçün cross referencedir. Yadınızda saxlayın ki, cross reference əgər sizə sual verilsə ki, link qrupundadsa deyin, insertdədir, amma yox. Səndən deyilsə ki, cross reference caption qrupbasındadsa hansı tabdadır? Denən reference tabındadır. Deməli, cross reference caption qrupbasındadsa reference tabındadır, amma yox, cross reference link qrupbasındadsa denən insert tabının içərisində yerləşibdir. Sonra comment bölməsi var. Comment bölməsində nə ağarırsan? Heç nə, səhifənin böyür tərəfinə əlavə fikirlərin varsa da onları yazırsan. Deyən ki, məsəl üçün, mən burada yazmaq istəyirəm ki, əlavə olaraqdan skelet çox oynayır. Çox oynayır. Fikrim yayınır. Yayınır. Heç nə. Bunu yazdın. Basırsan, sənin indi müəllimin gələcəkdir bu PDF-i bir də açanda sənin kommentlərinə buradan girib baxa bilər ki, o Elmirə yazıbdı ki, buradakı ay müəllimə bu skelet mənim fikrimi yayındırır.
Bunu buradan yığışdırın, xoşuma gəlmədi. Deməli, komment qrupasını ağarır, şərh əlavə eləyir. Sonra buradan header footer bölməsi var. Header footerun içərisində cəm cümlətanı 3 dənəcə əmr var. Header yuxarı bu qrupa ümumiyyətlə sərlövhə əlavə eləmək üçündür. Yuxarıdan sərlövhə əlavə edirəm. Məsəl üçün səhifəmin yuxarı hissələrində istəyirəm ki, bütün səhifələrdə yazılsın ki, master SCHOO Word. İstəyirəm ki, aynə gözəl yazsın. Master School'dan Word yazılsın. Yəni bu səhifəmin hər birinin başlığında olsun. Heç nə enter vururam. Baxıram ki, heç nəyə baxamıram. Baxıram ki, hər bir səhifəmin üzərinə nə yazılıbdır? Qeyd olunaraqdan yazılıbdır ki, bu kitab Master School'un Word kitabıdır və s. və s. Ya da kefin nə istəyirsə də o. Sonra düşürəm aşağıya. Header hissəsi də bilirsiniz ki, bu arada yadınıza saxlayın ki, header footer'a basanda eyni adlı bir əlavə tab açılır. Və bu əlavə açılan tabın içərisində nə eləmək olar? Bunun içərisində cəm buranca yadınızda saxlayın ki, birinci səhifəni fərqləndirə bilərəm. Yəni birinci səhifəmin headerını fərqləndirim. Yalnızca buradakını, məsəl üçün belə bir şey yazım. Belə bir şey yazım, digərlərində amma yerində qalsın. Master School Word qalsın. Sonra tək və cüt səhifələrin header footerlarını fərqləndirə bilərəm. Deyə bilərəm ki, məsəl üçün, yalnız tək səhifələrdə filan sözlər yazılsın, cüt səhifələrdə amma başqa şeylər yazılsın standart olaraqdan. Və yaxud da ki, mənim mətnimin, dokumentimin teksti görsənsin və yaxud da görsənməsin. Bu da əlavə açılan header footer tabının içərisindəki option qrupasından bu 3 dənə əmri eləyə bilirəm. Və yaxud da ki, bütün başlıqları silə bilirəm. Sonra davam edirəm. Insertin içində footer. Footer nə deməkdir? Yəni ki, bu yuxarıya bayaqlarım yazdığım kimi əlavə şeyləri indi də aşağıdan yazılsın. Bir də page number əmri var ki, yəni səhifəyə yuxarıdan mı başlasın səhifələri nömrələsin, yoxsa aşağıdan normal kitablarda olduğu kimi oradan mı nömrələsin səhifələrimi? Bu da belə. Page number əmri səhifələrimi nömrələmək üçündür. Sonra gəlib buradan text qrupasına. Text qrupasının içində nəyi bilməliyəm? Text box əmrini bilməliyəm ki, bu qutunun içərisində məlumat yazmaq üçündür. Gələm buradan, məsəl üçün, deyirəm ki, belə bir qutunun içində bir əlavə məlumat olsun. Heç davam edirəm. Məsəl üçün, buradan nəsə də yazmışam. İndi deyirəm ki, bunun bölümündə bir dənə də məlumat olsun. Gələm insertə, text box qoyuram. Məsəl üçün, mənim məlumatım belə bir şəkildə yazılsın. Heç, bu da belə. Qutu içərisində məlumat yazmaq üçündür. Sonra insertin için bir də yadınızda saxlayın ki, text box'u basanda əlavə tab olaraqdan shape format tabı açılır. Niyə? Çünki axı mənim qutum da özü hər hansısa da bir formatdadır, hər hansısa da bir shape nədir? Ölçüdədir axı. Ona görə shape formatı açır. Sonra bu text qrupasının içində quick part var. Quick partın başını buraxın. Buna sizə düşmür sual nə olduğu. Yəni bu o deməkdir ki, mən əvvəlcədən hər hansısa da bir teksti götürmüşəm, mübadilə buferi əmri kimi yadımda saxlamışam və onu hər dəfə buraya daha cəld bir şəkildə mübadilə buferindən çıxardıb sala bilərəm. Elə bilin ki, home'un içindəki bu əmrlə eynidir. Ay, kompüterim niyə dondu? Bir dəqiqə. F1'e basım. Oyda. Bir dəqiqə dostlar. Biraz kompüterim həyəcanlandı bu boyda dərs görüb. Qoyun bir necə buradan çıxış edeyim. Alt F4'ü basaq. Alt F4. Ne oldu? Heç Alt F4'dən mi işləmədi? Bir dəqiqə. İndi uşaqlar video dərsi vaxt deyəcəklər ki, nə qəşək gül kimi qulaq asırdıq. Değil mi? Yeni gül kimi qulaq asırıq. Girdik, Word'un içinə yenidən davam edirik. Qoy görək harada qalmışdıq. F1'i basağın. Bir dəqiqə, Ctrl F1 qoy tablarımız gəlsin, görünsün. Aha, heç nə, oradakı o əmrim, quick part əmrim eyni home düyməsinin içərisindəki bu şey kimidir, clipboard əmri kimidir. Yəni, çox da bilməyə ehtiyac yoxdur. Sonra burada word art var.
Word artı ağarır. Xahiş edirəm A hərfindən olan simvolları yadınıza saxlayın və baxın görün harda A-nı görmüşdük. Birini görmüşdük insertin içində. Əlavə açılan layout tabının içərisində A ilə başlayan belə bir şəkil var idi. Bu nə idi? Text direction, yəni yazdığım mətni sağdan, soldan, oradan, buradan düzləndirir. Düzləndirmir, istiqamətini dəyişdirir daha doğrusu. Sonra insertin içində A hərfindən nə gördüm? İndi word art əmri gördüm. Word art nə qarır? O deyirik, biri var idi, biri yox idi yazırıq. Orada B hərfi deyirəm ki, bu odur. İstəyirəm ki, burada həmin bu biri var idi, biri yox idi sözüm kölgəli olaraqdan yazılsın. Nəyəsinə belə kölgəli, şəkilli, şükürlü yazılmaq üçündür. Bir də var idi, biri var idi, biri yox idi. İndi onu burada izah edeyim. Sən biraz düş aşağıya. Düş də aşağıya. Dirəşi ver. İstəyirəm ki, bu biri var idi, biri yox idi sözündə B hərfi böyüklə başlasın və yaxud da belədən başlasın. O kitablarda nətər olur? Bax, elə olsun. Deməli, drop cap əmri birinci hərfi böyüklə yazır, amma word art əmri nağarır, ümumiyyətcə mənim yazılarımı şəkilli şükürlü yazır. Amma text direction nağarırdı, mənim yazdığım mətnin istiqamətini düzləndirirdi. Amma üzərində A hərfi olan belə bir əmr nağarırdı, heç nə, text boxu açırdı, yəni qutunun içərisində yazı yazmaq üçün idi. A-ları yadınızdan çıxarmayın. Sonra burada signature lane var. Bu müəllifin öz imzasını əlavə eləməsidir. Sonra date and time var ki, bugünkü tarixi yerinə yetirmək deməkdir. Yəni yerinə yetirmək nə idi? Qoymaq deməkdir, əlavə eləmək. Sonra object əmri var. Object əmrinin içində xahiş edirəm bunuca yadınıza saxlayın. Qəbullara düşür. Çox gizli yerdə dayanıb deyə tez-tez yaddan çıxır. Objectin içində text from file əmri var. Bu nə edir? Mənim xarici yaddaşımda ya da ki kompüterimin yaddaşında olan hər hansısa da bir sənədin içərisinə girib açmadan həmin sənədin içini buradakı Word-ün içərisinə yerləşdirməkdir. Yəni nə deməkdir? Buradan basıram. Məsəl üçün deyirəm ki, bu dəqiqə mənim açıq olan sənədimin içərisinə ingilis dili sınaq PDF-imin içindəki bütün sözləri əlavə elə. İndi insert-ə basanda görün nə olacaqdır? Heç nə olacaq? Deyəcək ki, əminsənmi? Deyirəm, əminəm. Dərs keçmirəmmi? Oka basıram. İnşallah. Ok. Bizə dəqiqə kompüterimiz həyəcanlandı yenə. Oka bastıq. Nə vardı? Heç nə. Mənim ingilis dili faylımın içini açmadan gəldi, düşdü bu sənədimin içərisinə. Deməli, sənədimin içərisinə baxmadan onun içindəki məlumatları hal-hazırki Word sənədimin içərisinə daxil eləmək üçün nağardım. Insertin içindəki text qrupbasındakı objectin içində text from file əmrinə bastım. Sonra insertin içində ən sonuncu hansı qrupbamız var? Simvol qrupbası var. Simvolun da içində 2 dənə əmr var. Biri equation əmridir, bir də symbols əmridir. Equation əmri nağarır. Heç nə, riyazi olaraqdan disturarı yazır. Və yadınızda saxlayın ki, equation əmrinə basanda elə eyni adlı bir əlavə tab açılır. Equation tabını açdıq. Heç nə, bunun içində indi nəm kökaltımı yerinə yetirmək istəyirsən, nəm eləmək istəyirsən, yerinə yetir. Sonra davam edirik. Simvol hissəsindən də bir dənə bir şey var. Onu yadınızda saxlayın. Klaviaturanızda olmayan simvolları yerləşdirmək üçün. İndi bunun içində bir dənə yox, 2 dənə şey deyəcəm. Burada yadınızda saxlayın ki, sonuncu istifadə elədiyiniz həmişə simvollar gəlir burada birinci yerə düşür. Və yadınızda saxlayın ki, mübadilə buferində simvol hissəsi maksimum 18 dənə elementcə saxlaya bilər. Və bir də belə bir əmr var. Məsəl üçün, buradan gəlsiz heç nə. Bunun içindən başqa-başqa simvollar seçə bilərsiniz. Burada deyən ki, siz tez-tez bu su damcısı işarəsini işlətmək istəyirsiniz. Hər dəfə gəl simvolun içinə girəsiniz, həmin damcını seçirsiniz, daha doğrusu simvolu seçirsiniz. Burada shortcut key var. Buna basırsınız. Bura indi ürəyiniz istəyən, ağlınıza gələn hər hansısa da funksiyanı yerinə yetirməyən bir qısa yol qoyağın. Məsəl üçün, mən istəyirəm ki, Ctrl 3 olsun. Çünki Ctrl 3 Word proqramda heç bir əmri yerinə yetirmir. Yazıram. Ctrl 3. Buradan assign eləyirəm. Close-a basıram. İndi harada mən Ctrl 3 bassam, yəni aşağıya düşək. Əlimin altına bu dəqiqə basıram. Ctrl-ın 3'ü basanda nə qarır? Su damcısı işarələrini qoyur. Deməli, hər dəfə ta gəlib simvol hissəsinə basmayacağım. Mən burada istəyirəmsə də, məsəl üçün, bu işarəni. Gələm burada shortcut key qoyuram. Məsəl üçün, indi kefim nə istəyir? Hansı düyməni basanda, hansı qısa yolu basanda bu AE simvolu çap olunsun.
Məsəl üçün deyirəm ki, shift-dən 5-i bassam. Yazıram bura. Shift 5. Yazıda xahiş edirəm. Yaxşı, Ctrl 5 yazaq. Hə. Ctrl 5 deyirəm. Basanda hər dəfə AE simvolu olsun. Assign edirəm, close-a basıram. Heç nə. İndi əlimin altında bu reksiz görmüsünüz, mən görürəm. Ctrl-la 5-i basıram. Ay. Ctrl-la 5-i basıram. İnşallah basıram. Gəlin ağarır. AE-dirmi, OE-dirmi bu simvol çap olunur. Amma məsəl üçün bayaqlar nə qoymuşum? Ctrl 3 qoymuşum. Ctrl 3 nə ağarır? Su damcısı. Ctrl 5 nə ağardı? Nə bilim OE qoydu. Və yaxud da Ctrl 6-ya nə istəsəydim qoyardım. O simvolları çap eləyir. Buradan da belə. Deməli, insert tabı haqqında bilməmiz gerəkən olan şeylər bunlar idi. Yox, bir dənə də əlavə bir şey qaldı. Bunu yadınızda saxlayın ki, çox da xahiş eləyirəm. Bir dənə buradan əlavə səhifə açım. Cədvəllə bağlı bir şey deyəcəm. Bir dənə cədvəl yaradım. Əgər ki sizə, bax qəbulun suallarıdır ha. Yadınızda saxlayın ki, cədvələ sətir əlavə eləməyin 2 dənə kombinasiya düyməsi var. Biri tab düyməsindən, biri də ki enter düyməsindən mən cədvələ sətir əlavə eləyirəm. Amma bunun da özünün müəyyən bir hissələri var ki, mən kursorum harda olanda tabı bassam yeni sətir əlavə eləyəcəkdir. Kursorum harda olanda enteri bassam yeni sətir necə olacaq? Yadında saxla ki, kursorun istənilən sətrin sonunda olanda, bax bu sətrimin sonunda, qoy biraz böyüdüm. Bax istənilən sətrin sonunda olanda məndən ötü fərqi yoxdur. Enteri əgər bassam, bax bir dəqiqə enteri basıram. Nağardır, yeni sətir əlavə elədi. İstəyirsən laf burada bas, enteri. Yenə yeni sətir əlavə eləyəcəkdir. Bunda qoy bunları yazım. Beldən görün, fərqləndirin. Gəldim məsəl üçün, qoy hamısına basaq. İçi dolu olsun ki, qəşəng görə biləsiniz. Məsəl üçün, burada bir dənə enteri bassam, nə qalacaq? Ondan aşağıya yeni sətir əlavə eləyəcəkdir. Amma ki, bəs tab düyməsindən tək işləyir. Yadınızda saxlayın ki, tab düyməsi yalnız və yalnız gəlib sonuncu sətrin sonunda kursorum dayananda tabı basırsan yeni sətir əlavə edir. Baba, buradaydı elə. Ay, burada. Buradaydı elə. Gəlib tabı bassam, nə qarır? Yenidən yeni sətir əlavə edir. Amma məsəl üçün, gəlib bax, G-nın yanında olsaydı, tab basaydım, heç bir şey eləməyəcəkdi. Heç bir şey eləməməyə də belədir. Tab basanda buradan gələcəkdi, bu birisi hissələrə düşəcəkdi. Bax. Məsələn, T-fının arasında deyə, tabı basanda nə qardır? Gəldi kursorum, digər sətrin əvvəlinə düşdü. Yalnız və yalnız, deməli, tab necə olanda sətir əlavə edir? Sonuncu sətrin sonuncu hissəsində dayananda yeni sətir əlavə edir. Bu da nədir məntiqi? Bayaqlarım gördünüz, T-fıdaydı, tabı bastım, gəldi bu birisinə. Bu da onun kimidir də, yəni sonuncudadır. Növbətiyə gəlmək üçün növbətdə yer yoxdur, özündən bir dənə sətir əlavə eləyir. Və yaxud da ki, enter. Enter buradadırsa da bastım, yeni sətir əlavə elədi. Amma normalda mən yazımın sonundan enteri bassam nə olacaq? Siz bilirsiniz ki, Word proqramında enter heç nə. Yeni bir sətirdən və ya yeni bir abzasdan yazmaq deməkdir. Götürəcək içində enteri bassam, yeni abzasdan yazacaq. Amma yox, kursorum sonda olsaydı, enteri bassaydım, yeni sətir əlavə eləyərdi. Xahiş edirəm, bunu da yadınızda saxlayın. Bundan da belə. Bugünkü insert tabından biləcəklərimiz bu qədərdir.